Salam əziz və dəyərli xanımlar, necəsiz? Hər kəs Allahın salamı olsun. Ümid edirəm yaxşısınız. Mən də soruşsaz, mən də yaxşıyam. Elhamdülillah. Bugün gördüyünüz kimi qızlar şirniyyat bişirəcəyəm inşallah. Umaclı piroq təbii ki. Sadəcə necə bişirdim, necə hazırladım onu sizinlə paylaşmaq istəyirəm. Gördüyünüz kimi qızlar burada 1 stəkan yarım peso, qatıq, yağ və qabartma tozu, vanil, 3 ədəd yumurta və biraz da duz. Qızlar, yağın hansına istifadə edirsinizsə onun fərqi yoxdur. Sadəcə duru yağdan başqa mən duru yağ istifadə etmirəm xəmirə. İndi xanımlar, yağla unu umac edəcəm. Bu arada xanımlar, yağımız otaq temperaturunda olmalıdır. Çox bərk olmasın yəni. Deməli xanımlar, umacımı etdim, çox gözəl alındı. Yağ otaq temperaturunda olanda qəşəng düşür umac. Başlıqda yadımdan çıxdı, bura 6 stəkan un əlavə etmişəm. İndi qızlar, pesoğumu əlavə edəcəm. Və qarışdıracağım. İndi qızlar, deyəcəksiniz duz yadımdan çıxdı. Duz üzəri üçün götürdüyüm üçün. İndi əlavə edəcəyəm duzu. Duz 1 çay qaşığının ucunda. Və vanil qabartma. Vanil qabartmanı əlavə etdim və yenə də qarışdıracağım. Sonra yumurta və qatıq əlavə edəcəm. Bu cür qızlar yumurtanı əlavə edəcəm. Hə xanımlar, yumurtanı əlavə etdim. İndi qatıq əlavə edəcəm. Deyəcəksiniz, qabartma niyə qatıq əlavə etmədin? Mən bu cür istəyirəm, mənim zövqüm belə istəyir. Siz istəsəz, yəni sodadan da istifadə edə bilərsiniz. Qatığa qarışdırıb necə istifadə edirsiniz, edin. Mən belə xoşlayıram. Vəssalam, indi bunları qarışdırım. Bundan qarışdırım qızlar, sonra inşallah pişməyə qoyaq. Bu cür qarışdırdım xanımlar, indi qabımızı yağlayaq. Bu cür yağlayırıq. Bu cür xanımlar etdim, umacını da əlavə etdim. Üzərinə indi tufafkaya qoyacaq inşallah. Deməli xanımlar, bu cür pişir. İndi yaxşı pişər, yaxşı alınar. Sizlə də bölüşərəm inşallah. Yəni xanımlar, əlimdən gələni göstərirəm. İnşallah bəyənərsiniz. Bacardığım qədər şirniyyat işlərini çox paylaşacağam. Bildiyim qədər. Bir də xanımlar, çox yemək proqramlarına abunə olmuşam. Yəni abunə olmuşamsa, əgər mənim də kanalıma baxıb bəyənib abunə olsanız çox sevinərəm. Baxım sayı çoxdur, amma abunə sayı, bəyənmə sayı azdır. Əgər bu işdə bir əziyyət varsa, yəni bu işin arxasında çox əziyyət var. Yəni hasant görünsə də. Mənə də çox videolar hasant gəlirdi, amma sonradan anladım, başa düşdüm. Qızlar, yeri gəlmişkən məndə bu tufafkadır. Çox qəşəng pişirir şirniyyatları. Yaxşı rejimə qoysaq. Qızlar, bu rejim var abi yuxarıdakı. Bunu məcbur vurub söndürməyin. Onda tufafkalar tez ömrü qısalır. Özü, bu ikincisini söndürə bilərsiniz, amma bu özü qoy sönsün. Özü saatı sönəcək. Yəni öz istədiyi vaxt. Bir də xanımlar, Rəbbim sizə, məndə nə görürsə onu artıqını versin inşallah. Bir də qızlar, hansı şirniyyatları bəyənirsinizsə rəylərdə yaza bilərsiniz. Və mənə hardan izləyirsinizsə rəylərdə qeyd edə bilərsiniz. YouTube'a xanımlar daxildir, bəylərin girməyi haramdır, yəni icazə verilmir. Bir də xanımlar, onu da deyim ki, məni hardan izləyirsə onu da qeyd edərsiniz.
Qızlar, bu cür şirniyyatları çox sevirəm. Kətə, umaclı piroq. Bir də xanımlar, burada şirniyyatı professional bişirən xanımlar da ola bilər. Harda səhv edirəmsə, harda yanlış edirəmsə, onu da məndən bölüşə bilərsiniz. Yəni burada heç bir şey yoxdur. Bir də qızlar, mən dərəcəni bu dərəcədə bişirirəm. 200-dən biraz aşağı. Çox anlayışlı olmadığım üçün, yəni professional olmadığım üçün belə bu cür edirəm. İndi pişsin, görək necə olacaq. Bir də xanımlar, çalışın şirniyyatı paçkada olan unlardan, Elanov unlardan istifadə edin. Doymak unu, Havilla, Mika unlarından istifadə edin. Onda çox gözəl alınır da, yəni şirniyyatlar. O birisi karamel unu şorqoğa yaraşdırıram, yəni onu yaxşı edir. Amma bu cür kövrək unlardan etsəz şirniyyatları çox gözəl olar. Bax qızlar, bu cür onu deyirəm. Çox gözəl undur. Bir də qızlar bu. Bir də qızlar, inşallah şəkər buranı da sizinlə bir yerdə bişirərəm. Qurban bayramına özel olaraq tort, bir də şəkər bura bişirərik inşallah. Yəni bacarsam, yəni vaxtım olsa onu da paylaşacağım Allahın köməkliyi ilə. Bəli qızlar, piroqumuz pişdi. Bu cür alındı. İnşallah bəyənərsiniz. Göz haqqınızı halal edin. Cür qəşəng, yumuşaq, gözəl alındı. Çox sağ olun qızlar izlədiyiniz üçün. İnşallah kanalı bəyənib, abunə olub, like atmağı unutmayın. Sağ olun, hələlik.